Hazırda birinci sorğumuza diqqət yetirək. Sorğuda boş sətirlərin və errorların olub-olmamasını müəyyən etmək üçün dataseti əl ilə axtarmağa ehtiyac yoxdur. Power BI Desktop bizə çox rahat yollar təqdim edir. Məsələn, ilk sorğuda əgər sütun başlığının altında olan hissəyə kursoru gətirsək, bu sütunla bağlı məlumatlar qarşımıza çıxacaqdır. Həmçinin bütöv yaşıl rəng də sütunun keyfiyyətini bildirir. Gördüyünüz kimi qarşımıza çıxan məlumatlarda sütunun tam olaraq məlumatlarla dolu olduğunu görə bilirik. Heç bir errora və heç bir boş sətrə rast gəlinmir. Həmçinin digər sütunlara da keçsək, orada da eyni şeyi görərik. Kursoru sağa çəkirəm və bütün sütunlarımız məlumatlarla doludur. Sütunun keyfiyyətinə baxmaq üçün View tabından Column Quality-dən də istifadə edə bilərik. View tabına gedirik, Column Quality klik etsək, qarşımıza həmin məlumatlar yenidən çıxacaq. İndi isə mən yenidən Home tabına qayıdıram. İkinci sorğuya baxaq. Burada da sütunların keyfiyyəti yaxşıdır. Error və boş sətirlər mövcud deyil. Hal-hazırda digər sütunlara da baxaq və gördüyünüz kimi yaşıl rəng bütün sütunlarda tam görsənir. Nəhayət, üçüncü sorğuda yaşıl rəngin bir qədər qarışdığını görürük. Həmin xətt üzərinə gəlsək, sütunun keyfiyyətində azalma görərik. Gördüyünüz kimi bütün sətirlərin 1% boşdur. 989 sətrin 11'i boşdur. Hal-hazırda biz dataseti aşağıya gətirsək, null sətirləri burada görə bilərik. Datasetdən boş sətirləri çıxarmaq üçün bir neçə yolumuz var. İlk olaraq həmin xətt üzərində boş dəyərləri silə bilərik. Gəlirik, remove empty deyirik və həmin boş sətirlər silinmiş olur. Və gördüyünüz kimi həmin xətt də tamamilə yaşıl rəngə büründü. Digər tərəfdən məlumatlarda heç bir errorun və heç bir boş sətrin olmadığını bizə göstərir. Bu o deməkdir ki, sütun tamamilə məlumatlarla doludur. Əgər aşağıya geçsək, boş sətirlərin silindiyini görərik. Apply Step sayəsində baxdıqda bu əməliyyatdan sonra Power BI Desktop'ın həmin sütuna bir filtr tətbiq etdiyini görmək olar. Həmçinin sütun üzərində olan filtr simvolu da dəyişmişdir. Digər sütuna filtr tətbiq etmədiyimiz üçün burada normal bir filtr simvolu var. Əgər filtrə klik etsək, orada null dəyərlərin filtrləndiyini görərik. Apply Step sayəsində yenidən əməliyyatı geri qaytaraq. İndi filtri biz manual olaraq tətbiq edə bilərik. Filtr simvoluna klik etsəm, ən yuxarıda null dəyərlər qarşımıza çıxır. Mən null dəyəri seçirəm, klik edirəm və yenidən filtr tətbiq edilir. Həmin null dəyərlər datasetimizdən çıxarılmış olur. Hazırda həmin xəttin yenidən tam yaşıl olmasını biz görürük. Sütun 100% doludur. Heç bir error və boş sətrimiz yoxdur. Həmçinin bu digər sütunlara da şamil edilə bilər. Kursoru sağa çəkdikdə həmin sütunların da tamamilə dolu olduğunu biz burada görə bilərik. Bu ikinci üsul idi. İndi isə üçüncü üsula nəzər sala bilərik. Yenidən son əməliyyatı geri qaytaraq. Home tabında Remove Rows və Remove Blank Rows kombinasiyasından istifadə edirik. Gördüyünüz kimi xətt yenidən tamamilə yaşıl oldu. Kursor üstünə gətirdikdə sütunun tam dolu olduğunu görə bilərik. Əslində filtrlə və ya bu yolla boş sətirləri silmək arasında bir fərq yoxdur. İstədiyinizdən asılı olaraq hansını istəsəz edə bilərsiniz. Son olaraq yaşıl xətt üzərində gəlib, hal-hazırda mən əməliyyatı geri alıram. Həmin o yaşıl xətt üzərinə gəlirəm və buradan 3 nöqtəyə klik edirəm. Gördüyünüz kimi buradan da istifadə edərək biz remove empty desək, boş sətirləri silmiş olacaq. Bununla da sətirlər və filtrlər, bunlarla necə qarşılıqlı əlaqədə olmağımız barədə çox şey öyrəndik. Növbəti dərsdə görüşənədək.